Gəlin 20-ci tapşırığa baxaq. Cədvəllər mövzusudur. Bir başqa cür formada verilib məntiqi misalımız. Deməli, baxırıq cədvələ. Boşluqlar var, onları tapacağıq və burada n vurulsun, n var. Onu tapacağıq, neçədir? Baxırıq, x sətirə baxırıq. 11, 10, 9. Aha, azala gedir. 1 çıxılsın 1, çıxılsın 1, çıxılsın 1. Deməli, azala gedir. Deməli, 11, 10, 9, 8. İkinci sütun 9, 8, m, 7 və 6. Aha, 7 bu boşluğumuz oldu. 6, 5, 4. 5, 4, 3. N'imiz də 2'dir. Deməli, m'imiz 7, n'imiz 2'dir. 7 vurulsun 2 bərabərdir 14. Doğru cavabımız A variantıdır. 14. Sizinlə cədvəllər mövzusuna aid müxtəlif cədvəllər üzrə testləri işlədik. Bəzi nümunələr göstərdim. İşlədiyimiz test kitabı deməli Müşfiq Əliyevin məntiq kitabıdır 5-8-ci siniflər üçün.